Təbii daşlardan təkcə zinət əşyaları kimi istifadə olunmur. Bəzi insanlar bu daşların möcüzələrinə inanır və gündəlik həyatlarında bu daşlardan istifadə edirlər. Bəs bu daşlar həqiqətənmi faydalıdır? Bunu araşdırmağa çalışacağıq. Tarix boyu daşlar insan orqanizminə müsbət təsiri ilə diqqət çəkib. Günümüzdə yeni texnologiyaların inkişafı ilə keçmişlə müqayisədə daha keyfiyyətli məhsullar hazırlanır. Bu sahənin mütəxəssisləri bildirir ki, daşlar formaya salınmasına asılı olmayaraq insanda enerji yaradır. Hər bir mineralın, hər bir varlığın da bir enerjisi olduğuna görə biz də insanlar bunlardan bir enerji mənbəyi kimi istifadə edə bilirik. Ümumi götürdükdə çoxlu təbii daşlar var. Buradan sizə əqiq haqqında danışmaq istəyərəm. Əsasən günümüzə qədər gəlib çıxan əqiqin çox çeşidi var. Əsasən 16 kateqoriyası var və onun altında isə alt kateqoriyalara bölünərək müxtəlif rənglərdə və müxtəlif çeşidlərdə əqiq daşı var. Əqiq əsasən peyğəmbər daşı olaraq istifadə olunur, bu şəkildə tanınır. Ancaq günümüzdə saxta daşlar da bazarda kifayət qədərdir. Bəs bu daşları orijinalından necə ayırd etmək olar? Vəfa Abbaslı deyir ki, bu proses çətin olsa da, alacağın məhsula diqqətlə nəzər yetirməklə saxta daşları seçmək mümkündür. Təbii daşla saxta daşı ayırd eləmək üçün bu daşdan daşa görə də dəyişə bilər. Öncəliklə, əsasən təbii daşlar daha xam versiyada olduğuna görə daha hamar olurlar. İçində çapıqları, damarları olmuş ola bilər, müxtəlif rəng çalarları ola bilər. Amma saxta daşlarda isə bu daha paralel və düzgün bölünmüş olur, daha hamar olur və başqa növləri ola bilər ki, misal üçün əqiqi daha çox işıq tutaraq və başqa bir neçə bunun növü var, ağırlığına, soyuqluğuna görə. Şəhər sakinləri arasında keçirdiyimiz kiçik sorğudan aydın oldu ki, insanların bir çoxu daşların verdiyi enerjiyə inanır və gündəlik həyatlarında bu aksesuarlardan geniş istifadə edirlər. Daş istifadə edirəm, əsasda ki, qolbaqları mən çox sevirəm. Bu topaz daşıdır. Qoç bürcü olduğum üçün mənə çox uyğundur. Niyə? Çünki daha çox sakitlik və hüzur verir. Bəli, istifadə edirəm. Firuzə daşı bu bədnəzərdən qoruyur. Hətta pul gəlir çoxlu. Yəni, inanıram buna. Mineral daşların təkcə növlərinin deyil, rənglərinin də əhəmiyyəti var. Həmin müalicə daşlarından litoterapiyada da geniş istifadə olunur. Mütəxəssislərin dediyinə görə, insan öz talisman daşını seçərkən onun rənginə də əhəmiyyət verməlidir. Əli Kərimov, Emin Tağıyev, Səbuy Sadiq, Telesər.